Birinci sualımıza baxaq. Nə deyir? Deyir ki, A və B ədədlərinin sadə vurğuları uyğun olaraq A və B-dir. Yəni bu çoxluqlardır, bunların sadə vurğuları. A vurulsun B nədir? 69300 olarsa əkop AB-ni tapın. İlk öncə bir şey bilmək lazımdır. Baxın, məntiqən fikirləşəndə A nədir? Sən deyirəm X-dir, bura Y dedim, bura A dedim, bura B dedim, bura C dedim. Bu arada heç deməyin belə mənası yoxdur. Çünki ilk öncə biz məntiqlə tutmalıyıq ki, baxın, əkop sən bu iki ədədin əkobunu tapmaq istəsəydim, nə var? Yəni iki ədəd aydındır ki, A ədədi nədir? 2 vurulsun 3 vurulsun 5 vurulsun x vurulsun y-dir. Hə? B ədədi nədir bəs? A vurulsun B vurulsun C vurulsun nə? 2 vurulsun 3 vurulsun 5. Ki mən A-nı B-yə vururdum da. A-nı B-yə vuranda nə olacaq idi? A vurulsun B bərabərdir. Bax 2-dən neçə dənə var? 2 dənə var. Aydın ki, bu ortada olanlarda 2 dənə olacaq da. 2-nin üstü 2. Bax 3-dən neçə dənə var? 3-ü 3-ə vururam. 3-ün kvadratı 5-dən neçə var? 5-dən də 2 dənə var. Ayrıca nə var? X vurulsun, Y vurulsun, A vurulsun, B vurulsun, C. Hə? Bu ədədimiz nəyə bərabərdir ümumiyyətlə? Bu bərabərdir 69300-ə bərabərdir. Hə? Baxın, ümumiyyətlə əkop tapmaq istəyiriksə, əkop nə idi? Əkop A, B. Bunlardan ortaq olanlar çıxırdı. Məsələn, ortaq olanlar nə idi? Deyək ki, K idi ortaq olanlar. K ortaq olanlar çıxandan sonra artıq içəridə qalır nə? Əkop A bölünsün K, B bölünsün K. Biraz qəliz gələ bilər. Və aydındır ki, bunlar qarşılıqlı sadə olmalıdır. Çünki artıq biz bunlardan qarşılıqlı sadə olana qədər bütün ortaq hər şeyi çıxartmışıq. Əkobları bunların qarşılıqlı sadə olmalıdır. Və qarşılıqlı sadə ədədlərin də əkobu bunların hasilidir. Okay? A vurulsun B bölünsün K-nın kvadratı. Nəysə heç ora girmirəm. Heç burada kan çıxarmağa da ehtiyac yoxdur. Sadəcə demək istədiyim odur ki, əkоб odur ki, ortağı çıxart, ortağı çıxart. Bax, ortaq nədir bunların? Bunlar üçün ortaq nədir? 2 vur 5 vur 3-ə. 2 vur 5 vur 3. Bu vurulsun artıq qarşılıqlı sadə olan ədədlər. Qarşılıqlı sadə olan ədədlər nələrdir? Məsələn, x A ilə, B ilə, C ilə qarşılıqlı sadə ədədlər. Niyə görə? Çünki artıq qarşılıqlı sadə olmasaydı zaten ortaya girərdi də. Əgər ortaq bir şeylər olsaydı bunların, qarşılıqlı sadə olmasaydılar, ortaya yazılardı. Niyə görə ayrı-ayrı yazılır? Hə, deməli nədir? Deməli bizim qarşılıqlı sadə olmayan ədədlərimiz bunların hasilidir. Də başa düşdünüz? Yəni bu x-dir, y-dir, A-dır, B-dir, C-dir. Bunlar bir-birindən qarşılıqlı sadədirlər. Ortağı çıxardandan sonra mən bunu vurmalıyam ki, həmin o ortağa. Əbobu, yəni əkobu tapım həmin yerdə. Əbob desəydi cavab buydu. Okay. Əbobu tapmaq asan. Amma əkob nədir? Budur. Okay. Onun üçün x vursun, y vursun, A vursun, B vursun, C-ni tapmaq lazımdır. Ondan ötürü tapacağam. Yəni bunu bu ədədi 69300-dən ixtisar eləmək lazımdır. Bunu da nətər eləyəcəyik? Aha, baxın, böldüm. Həmin bu ədədi, bu 69300-ə böldüm, 77 elədi. Okay, 77. Yəni 77-ni nəyə vuracam? Baxın, bu ortağa vuracam. 2 vur 3 vur 2 vur 5 vur 3-ə. Deyərsən ki, niyə görə bunları kvadratdan götürmədin? Çünki burada işte, baxın, niyə deyirəm? A-da da, B-də də bunlardan hərəsindən bunlardan bir dənə var da, 2-dən də bir dənə var, 5-dən də bir dənə var, 3-dən də bir dənə. Hərəsində də var. Onun üçün bir dənəsini götürürəm hərəsindən. Başa düşdünüz? 77-ni də bu neçədir? 30-a vuranda neçə edir? 77 vur 30. 77 30-a vuranda bir dəqiqə. 30 0 0 21 1 yazdım. 2 yadda 23 2310. Cavab elədi bu. Baxaq bu suala. Nə deyir? Deyir ki, A ədədini 15-ə böldükdə qalıqda 13 alınır. B ədədini 15-ə böldükdə qalıqda 13 alınır. Baxın, normalda demişdim ki, sizə bunu oxuyan kimi 15-in üstünə 13 gəlir. Nə alınır? 28 alınır da, hə? 28 birbaşa A-nı yaza bilərsiniz ki, aydındır ki, 28-i də 15-ə böləndə qalıqda 13 alacaq. B üçün də deyirdim ki, 15-in üstünə 12 gəlir. Çünki eyni şeydir, 27 eləyir. Okay? Deyir ki, 15-ə böləndə qalıqda 12 alınır. Amma deyir ki, C bərabər A vurulsun B plus 28 ədədi 15-ə böləndə qalıqda neçə alınır? Baxın, bu part 4-də idi deyəsən demişdim. Bilmirəm, ya da ki, son partda. Natural ədədləri. Demişdim ki, baxın, A vurulsun B ədədini müəyyən bir x-ə bölünməsindən alınan qalığı tapmaq istəyirsinizsə, birinci A-dan A-ya böldükdə, yəni x-i, yox, A-nı x-ə böldükdə alınan qalığı tapın. Sonra B-ni x-ə böldükdə alınan qalığı tapın. Sonra qalıqları bir-birinə vurun. Sonra onu təzədən x-ə bölün. Okay? Əgər baxmamısınızsa o parta baxın. Orada daha aydın nümunələrlə izah eləmişdim. Okay? Burada necə edirsiniz? Baxın. C nəyə bərabərdir?
A vurulsun B üstəgəlsin 28. Birincisi 28-in, bax, ayırdı heç bu tərəfə baxmıram. Birincisi 28-in 15-ə bölünməsindən alınan qalığı tapaqdır. 28-i 15-ə bölən nə alır? 15-ə bölün bir dəfə, 15, 13. 13 qalıq alınır. Deməli, mən bura birbaşa 13 kimi baxacağam. Aydın ki, böləndə 13 alınırsa, 13 kimi bax qalıqda. Okay. A vurulsun B. İndi bax, deyir ki, 15-i, yəni A-nı 15-ə böldü, qalıqda 13 alınır da. Dedim, bax, qalıqları vurmaq kifayət edir. Baxın, qalığı A-nı 15-ə böləndə qalıq nə alınır? 13 alınır. Bəs B-ni 15-ə böləndə qalıq nə alınır? 12 alınır da. Hazır əlimizdə bir. Deyə bölməyə belə ehtiyac yoxdur. Hazır əlimizdə var. 12, üstünə gəlsin 13. Mən bunun 15-ə bölünməsindən alınan qalığı daha rahat taparam. Nəinki 28-i 27-yə vurub onun üstünə 28 gəlib bunu 15-ə bölsəm. Gör nə qədər gedib çıxar və böyük vaxtımız alar. Amma buna bölmək məncə asan olacaq. Çünki niyə görə? 13 vurulsun 12 nə edir? 26, bu da 13, 6, 5, 1. 156-nın üstünə 13-ə nə edir? 169. 169-u böl nəyə? 15-ə. Bax, 150-dən neçə dəfə eləyir? 150. Hətta 150-nin üstünə bir dənə şey eləyir. 11 eləyə bilərsən. 11 eləyəndə nə olur? 165, hə? Qalıq nə oldu? 4 oldu. Okay? Cavab oldu 4. Baxın, bir də üstündən keçirəm. Deyir ki, A ədədini 15-ə böldükdə qalıqda 13 alınır, hə? B ədədini 15-ə böldükdə qalıqda 12 alınır. C bərabərdir A vurulsun B, üstəgəlsin 28 ədədindən 15-ə böləndə nə alınır? Dediyim kimi, baxın, müəyyən bir hasil verib ki, müəyyən bir hasil verib burada. Bu heç, bax bu 28 heç. 28 15-ə böldü, qalığı yaz bura getsin. Всё. Problem hardadır? Burdadır. Hasilin müəyyən bir ədədə bölünməsinə nə vardım? Birinci ədədi bölürdüm həmin ədədə, onun qalığını vururdum. Okay? A-nı böl 15-ə. A-nı zaten 15-ə bölüb də, özü deyir ki, 15-ə böldü, qalıqda 13 alınır. Bəs B-ni 15-ə böləndə qalıq nə alınır? 12 alınır. Şu da 13 vurursa 12, 13. Bunun 15-ə bölünməsində qalıq eyni şey eləyəcək də, okay? Dediyim kimi, 13 vurursun 12, üstə gəlsin 13. Niyə görə? Çünki 28-in qalığı. Hə, birbaşa bunu 15-ə böləndə sən cavabı taparsan, cavab olur 4. Düşmüş belə bir sual. O təkrar düşmüş belə bir sualın izahına baxaq. Deyir ki, x bərabərdir 100-sə söyənsin 15, söyənsin A, y budur və z də bu ədədlər üçün x böyüdür y-dən, o da böyüdür z-dən olarsa A, B, C ədədlərini müqayisə edin. Və belirtib ki, aşağıda A, B-yə və C-yə bərabər deyil. Yəni, heç biri bunlar bir-birinə bərabər deyil. Baxın, x-i mən nətər yaza bilərəm? 100 dənə C var. Yəni, yüzlüklər mərtəbəsində C yaza bilərəm də. C. Onluqlar mərtəbəsində, yəni 10 dənə B var. B, təkliyə mərtəbəsində A yaza bilərəm. Və mən bunu CBA 3 rəqəmli ədəd kimi yaza bilərəm. Açılışda aydındır ki, bu alınacaq. Hə? Y-ə baxaq. Y nədir? Yüzlüklər mərtəbəsində nə durub? 100, yəni B durub. Onluqlar mərtəbəsində A durub. Təkliyə mərtəbəsində C durub. Və mən bunu BAC 3 rəqəmli ədəd kimi yaza bilərəm. İndi Z ədədinə baxaq. Z ədədində yüzlüklərdə A durub. Sonra nə durub? C durub. Sonra nə durub? B durub. Hə? Bunu da A, C, B 3 rəqəmli ədədi kimi yaza bilərəm. Deyir ki, x böyüdür y-dən, o da böyüdür z-dən. Hə? X böyüdür y-dən, o da böyüdür z-dən. Aydındır ki, mən buna görə x y-dən böyüdürsə əgər, mən buna görə C B-dən böyüdür deyə bilərəm də. C B-dən böyüdür deyə bilərəm. Məsələn deyirəm 234 böyüdür də 145-dən. Məsələn. Çünki niyə görə? Buradakı 2, buradakı 1-dən bərabərdir. Hə, deyərsən ki, niyə görə bu 2-dirsə, bu da 2-yə bərabər olardı? Onda bu bundan bərabər böyük olardı. Axı deyir axı bunların heç biri bir-birinə bərabər deyil. Onun üçün mən yüzlüklər mərtəbəsində duran C-nin yüzlüklər mərtəbəsində duran B-dən böyük olduğunu götürməliyəm. Belə olur. Hə? Aydındır ki, Z də bunlardan kiçiksə, Z, yəni Z-in yüzlüklər mərtəbəsində duran A bunlardan kiçik olmalıdır. Hə? Yəni CBA şərti ödənməlidir. C, B, A şərti ödənməlidir. Cavab olmalıdır B variantı. Bu sual deyir ki, natural ədədi 4-ə və 11-ə bölünməsinə alınan qalıqlar uyğun olaraq n, yəni 4-ə böləndə alınan qalıq n, 11-ə bölünəndə alınan qalıq m-dir. Hə? M çıxılsın n-in ən böyük qiymətini tapın. Deyək ki, A ədədidir, bir dənə. A ədədini 4-ə böləndə müəyyən bir x qiymət alınır. Heç bu mənə maraqlı da deyil nə alındığı. Amma qalıq nə olur? N olur və A ədədini 11-ə bölünəndə qalıq müəyyən bir y alınır qismətdə. Yenə deyirəm, mənə maraqlı deyil. Qalıq M olur, okey. Mən burada A-ya qiymət vermək tərəfdarıyam. Niyə görə? Məsələn, A-ya kiçikdən gedək də, 11-dən o tərəfə nə verə bilərik? Məsələn, əgər 22 yox, 21 versək, A-ya 21 versək, 21-i 11-ə böləndə nə alınır?
bir dəfə. Qalıq nə olacaq? 10 alınacaq, hə? Yəni 10 çıxılsın. Bəs 21-i 4-ə böləndə qalanı alınır. 1 alınır da. Yəni 20 söyləsin 1. 1 alınır. Burada nə olur? 9 olur. Hələlik məncə burdakı fərqin maksimum 9 olacağını inanıram. Amma aşağı azalda gedə bilərik təbii ki. Məsələn 20 dedik. 20-ni 4-ə böləndə qalıq 0 alınır. Bu bizim işimizə gəlməyəcək, aydındır ki. Ayrıca 11-ə böləndə də bir dəfə 9 alınır. 9-u isə 9-dan 0 çıxanda nə eləyir? Yenə 9 eləyir. Amma yenə 9 tapdım. Sonra yaxşı, bu olmadı, başqasına keçək. Deyək ki 19 deyək də, həmin bu A ədədinə 19 deyək. 19-u 11-ə böləndə nə alınır? Bir dəfə 11. Nə olacaq? 8 olacaq da, hə? 8. 8 bu elədir. 8-dən çıxacam nəyi? Çıxacam. 19 4-ə böləndə nə alınır? 4 dəfə, 16, 3 dəfə. 3 çıxanda 5 alınır. Artıq azaldı. Görürəm ki, azaldı. Yuxarı bir qiymət verməyin də mənası olmayacaq. Çünki 22-dən yuxarı qiymət verəndə artıq 11-in qalıq olacaq və burada maksimum fərqin 9 olacağına inanıram. İnanıram deyəndə belə də təcrübə elədim mən bunu. Yəni praktik olaraq göstərdim. Okay? Yəni belə deyim, bu tip suallarda daha kiçik rəqəmlərlə işləyin və yerinə rəqəm qoyun. Yəni bir formul icad eləməkdənsə imtahanın ortasında yerinə rəqəm qoyun, görün ki, alınacaq. Və bir ikisində məsələn burada da 9 alındı, burada da 9 alındı. Aydındır ki, bundan o tərəfə yuxarı çıxsam 9-dan azalacaq fərq, aşağı düşsəm yenə 9-dan azalacaq fərq. Yəni tək versiyam var idi, o da cavabın 9 olması idi. Okay? Bu qədər. Suala baxaq. Deyir ki, A bərabərdir 15 çıxılsın 2B bölünsün B-yə. Sadə ədəd olarsa, B-nin ala biləcəyi natural qiymətlərin cəmini tapın. Baxın, ilk öncə işimiz rahatlaşsın deyə bunları bir-bir bölək. Məsələn, 15-i birinci B-yə bölək. 15 bölünsün B, çıxılsın 2B bölünsün B. Hə? Ki aydındır ki 15 çıxılsın B, B-lər gedəcək. Çıxılsın 2-dir bu. Burada. Əsas biz bununla işləyəcəyik. Yəni deyirəm, ortaq məxrəc eləsəz bunu alasınız bir də. Yəni bunu bölmək bilməlisiniz də, artıq 11-ci sinifsiz. Yəni yəqin ki bilirsiniz. Okay? Biz yerinə rəqəm qoymalıyıq. Bax B nədir? Naturaldır da. Çünki bax bizdən nədir? B-nin ala biləcəyi natural qiymətdir. Biz naturallarla işləyəcəyik. Və ayrıca bunun natural qiymət alması üçün ki, A sadə ədəddir. Sadə ədədsə bu natural qiymət almalıdır da, okay? Və 15-i bölənlərində axtaracağıq biz B-ni. 15-in mütləq böləni olmalı. 15-in bölənində də birinci 1-dir, sonra 3-dür, sonra 5-dir, sonra 15-dir. Başqa 15-in heç bir böləni yoxdur, bunlardır. İndi mən B-nin bir-bir qiymətlərini bura qoymalıyam. Görməliyəm ki, burada A, yəni çıxandan sonra A sadə ədəd alınırsa, deməli o B-nin qiymətini götürməliyəm. Yox, alınmırsa deməli götürməyəcəm. İlk birinci nədən başlayacağam? 1-dən başlayacağam. 15 bölünsün birinci nə qoyuram? 1 qoyuram. 15-i 1-ə bölürəm, çünki B 1-dir. Çıxılsın 2. 15-dən 2 çıxanda nə eləyir? 13 eləyir. 13 sadə ədəddirmi? Çünki sadə ədəd alınmalıdır da bilirik. Sadə ədəddirmi? Aha, sadə ədəd. Deməli 1-i götürürəm. Birinci ödədir. Okay. İndi baxaq ikinciyə. 3 qoyuram. 15 bölünsün nə? 3. Çıxılsın 2. 15-i 3-ə böləndə nə edir? 5. 5-dən 2 çıxanda nə edir? 3. 3 sadə ədəddirmi? Sadə. Sadə ədədin tərifi nə idi? 1 1-ə, bir də özünə bölünür. 3-ün 1-lə, özündən başqa, yəni 3-dən başqa böləni var, yoxdur. Deməli 3 nədir? Sadə ədəd. 3 götürürəm. Okay. Sonra nə qoyuram? 15 5-ə. 5-i qoyuram. 5. Çıxılsın nə 2, hə? 15-i 5-ə böləndə nə eləyir? 3 alınır. 3-dən 2 çıxanda nə eləyir? 1. 1 sadə ədəddir. Yox, 1 sadə nə sadədir, nə mürəkkəbdir. 1 nə sadə, nə mürəkkəbdir. Onun üçün 5-i götürmürəm. 15-i qoyuram. 15 bölünsün 15 çıxılsın 2. 15-i 15-ə böləndə 1 eləyir. 1-dən 2 çıxan -1. -1 ümumiyyətlə sadə ədəd deyil. -1 nə sadədir, nə mürəkkəb. Ümumiyyətlə bilmirəm, sadə ədədlər mənfi ədədlərdə təyin olunmayıb. Bu da çıxır. Cavab nədir? 1 ilə 3-dür. Yəni natural ədədlər cəmidir. 1-in üstü 3 gələn nə eləyir? 4 eləyir. Cavab elədir 4. Bu suala deyir ki, A natural ədədinin sadə vurğulara ayrılışı bu şəkildədir. Yəni A bərabərdir nə? M-in kvadratı vurulsun N vurulsun K-nın kubu. B nədir? B natural ədədin sadə vurğulara ayrılışı bu şəkildədir. Yəni M-in kubu vurulsun K-nın üstü 5 vurulsun P-nin üstü 4. A vurulsun B-nin deyir. Bax, A vurulsun B-nin neçədən sadə vurğu var? Sadə vurğu nə idi? Baxın, part 5-də demişdim. Sadə vurğudan sadə bölənin fərqi. Bunun neçədən sadə böləni var desə, bax M, N, K, P. Neçə dənə? 4 dənə olacaq. Sadə vurğu dediyi üçün biz hamısını hesablayırıq. Okay? Yəni A-nı B-yə vuranda nə olur?
M'lər. Bax burada 3 dənə M var, burada 2 dənə M var. Ümumi neçə dənə M'imiz oldu? 5 dənə M oldu. Çünki vuranda əsaslar eyni olanda üstlər toplanır, hə? Burada N'in tayı yoxdur, onsa N'i birbaşa vururam. K əsaslar eyni olanda üstlər toplanır. Bax vuranda. 5 dənə burada var, 3 dənə burada var. Topladım nə elədi? K-nın üstü 8. Vurulsun P-dən bir dənə burdadır, bunu götürürəm. P-nin üstü 4. Baxın, əgər bizə sadə böləni var desəydi, ki M bunlar əgər ədəddirsə, yəni bir rəqəmdirlərsə, daha doğrusu sadə ədəddirlərsə, ki elə olduğu görə sadə vurğular ayrılışı deyil. Yəni bunların hamısı sadə vurğudur. M-də, N-də, P-də, K-da. Əgər burada neçə sadə bölən var desəydi, 1, 2, 3, 4 deyəcəkdim. Amma sadə vurğu dediyi üçün mən bunların üstlərinin hamısını toplayacağam. Yəni burada neçə sadə vurğu varsa, onları toplayacağam. 5, üstünə gəlsin. N-in üstündə həmişə 1 var, yazılmır. 1, üstünə gəlsin 8, üstünə gəlsin 4. Nə eləyir? 12, 12-nin üstünə 6 gələn nə eləyir? 18. Cavabımız nə oldu? Y variantı. Nə deyir burada? Deyir ki, A və B natural ədədlər. Bu çox şablon sualdır. Baxın, 3A bərabərdir 2B-də. Bu B həmişə yanında olmayana K misli ilə bərabərdir. B bərabərdir 3K-ya. A yanında olmayana K misli ilə, yəni qarşıdakının K misli ilə bərabərdir. A nəyə bərabərdir? 2K-ya, hə? İndi nə deyir? Əkob. A-nın nə olduğunu bilirəm də. A bilirəm ki 2K-dır. B nədir? 3K-dır. 3K nəyə bərabərdir? 48-ə bərabərdir. Mən bir xassə bilirdim ki, əbu və kəbdə ortaq olan terimlər çölə çıxa bilər. Ortaq olan vurğular çölə çıxa bilər. İçindən nə var? K var. K-nı çıxartdım çölə, vurulsun əkob. Nə ilə? 2 ilə 3-ün əkob. 48. Mən bilirdim ki, qarşılıqlı sadə ədədlər, 2 ilə 3-ün qarşılıqlı sadə ədədlər, yəni ortaq heç bir vurğu yoxdur birdən başqa bunların. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Yəni K olduğu kimi qalır burada. Bunların hasili nə eləyir? 6 bərabər nəyə? 48-ə. 48-dən 6 ixtisar gedib. K burada nə olur? 8 olur. Aha, K-nın 8 olduğunu tapdım. Onda aydın 2 gətirib burada yerinə qoyanda B olacaq burada 24, bəs A nə olacaq? 16 olacaq. İndi deyir ki, əbobu tap. Əbob 48 ilə 16-nı tapacam. 24 ilə 16-nı tapacam. 24-ü nətər vurğularına ayıra bilərəm? 2-nin üstü 3 vurulsun 3 kimi, yəni 8 vurulsun 3 kimi. Birbaşa eləyirəm amma bunu bu arada. Siz normalda əgər o qədər sürətli eləmirsə 24-ü 2-yə bölün belə. 12, 2-yə bölün 6, 2-yə bölün 3, 3-ə bölün 1. Baxın görürsüz burada 2, 3 dənə 2 var, bir dənə 3 var və belə yaza bilərsiniz. Ayrıca başqa nə var? 16 var. 16 dənə deməkdir? 2-nin üstü 4 deməkdir. Baxın, əbobda kiçik olanı götürürük. Baxın, 2-nin üstü 3-ü götürün. Ortağın kiçik olanı, baxa, yadınızdan çıxarmayın. Ortağın kiçik olanı, burada da ikisində ortaq nədir? 2-dir. Ortağın kiçik olan nədir? 2-nin üstü 3-dür. Bu nədir? 8-dir. Cavab olur 8. Amma yox, mən belə dədə baba yolu ilə yazmaq istəyirəm deyirsinizsə, 2, 12, ki, burada yazmışam. Nəsə bir də yazım. 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. Sonra 16-dan bölürsüz 2-yə 8, 2-yə 4, 2-yə 2, 2-yə 1. Hə, mən ortaqları götürəcəm buradan. Bir 2, bir 2, bir 2, 3-ün ikisi yoxdur. Bunlar bir-birinə vuracam, 8 tapacam. Amma ondan sonra burada tapdım da 2 dəqiqədə. Okay, bunu belə yazın. Yəni çox şablon sualdır. Bu arada hər zamanda düşə bilər. Suala, OTK sualıdır. Zaten video OTK videosu deyil, nə əlaqə bunu deyirəm. Bax, deyir ki, 56 bölünsün A bərabərdir 48 bölünsün A ifadələrinin qiyməti natural ədədlər olarsa, yəni bunları böləndə natural ədəd alınır da. Natural ədəd nədir bilirsiniz yəqin ki. A-nın ən böyük qiymətini tapın. A-nın ən böyük qiyməti. Baxın, onun üçün deyirdim ki, əbobdur, əkobdur. Bunları əzbərləmək yox, dərk eləmək lazımdır. Bunların mənalarını dərk eləmək lazımdır. Yəni əgər dərk eləmisənsə birbaşa burada görməlisən ki, mən bu 48-nin 56-nın əbobunu tapacam. Niyə görə? Əbobun mənası nə idi? Ən böyük ortaq bölən. Yəni bölənlərin ən böyüyü. Bölənlərin ən böyüyü. Hə? İndi baxın, ən böyük deyir burada o heç. Plus da ki, bölən, yəni 56-nın bölən olmalıdır həmin bu A. Eyni zamanda 48-in bölən olmalıdır və ən böyük bölən olmalıdır. Başa düşdün? Yəni ən böyük bölən olmalıdır və ikisini də bölən olmalıdır. Okay? Bütün oxlar əbobu göstərir. Başa düşdünüz? Belə deyim, məntiqi tutun. Əbobun nə demək olduğunu tutun. Zaten mən dediyimi başa düşəsiniz. Part 5-də onu yayımlamışam zaten. Onun üçün əbob 56 və 48 tapacam. Yeni rəqəm qoya-qoya da gedə bilərsiniz. Amma 56, 48, 56 əbobu tapaq. 56 necə yaza bilərəm mən? 56 16 vurulsun 4 kimidir də, hə? Yox, 16 vurulsun 4 kimi deyil. Sən 56-nı belə ayırım. Tam çatmayacaq mənə. 2, 28, 2, aha 7-yə gedib çıxır da, deyirəm 14, 2, 7, 7-yə 1. Yəni 56 necə yaza bilərəm? 3 dənə 2 var burada.
Yəni 2-nin üstü 3 vurulsun 7 kimi. 48 necə yaza bilərəm? Bəs 16 vurulsun 3 kimi, yəni 2-nin üstü 4 vurulsun 3 kimi. Yaxşı, bəs əbubu nətər tapırdım? Ortaq olanların ən kiçiyi 7 ortaqdır, 3 ortaqdır. Yoxdur axı ortaq. Ortaq olan nədir? 2-dir. Ən kiçiyi 3 yəni 3 dənə olanı götür, 4 dənə olanı götürmə. Cavab nə olur? 8 olur. Y variantı. Baxaq bu suala. Bu sual çox önəmli sualdır. Yəni qabağıma çox çıxır. Plus da ki, məncə bu il gətirib buraxışa bu sual salacaqlar. Çox real sualdır. Deyir ki, A və B natural ədədləri üçün 40 vurulsun A bərabər B-nin kvadratı bərabərliyini ödəyən B ədədinin, baxın bu ən kiçik sözü çox önəmlidir. Ən kiçik qiymətini tapın. Ümumiyyətlə, burada ilk öncə suala hardan yanaşmaq lazımdır? B kvadratından yanaşa bilərsən. Aydın görürsən ki, bu 40-ın vurğularından yaradacam mən bu B kvadratın. Çünki nətər deyim, baxın 40 vurğularını ayırın. 2, 20, 2, 10, 2, 5, 5'e 1. 40'ı nətər yazsan, bax 3'dən 2 var da, 2'nin üstü 3 vurulsun 5 kimi yazsan. Hə, indi gətir bunu yerinə qoy. 2'nin üstü 3 vurulsun 5 vurulsun A bərabər nə? B-nin kvadratına. Baxın, burada 3'dür, burada 1'dir. Bunlar cüt ədəd olmalıdır. Bu 3'ü ya 4'ə çatdırmalısan, B-ni də 2'yə çatdırmalısan. Gələn niyə? Bax, B-nin kvadratı məsələn 2'nin üstü 4 kimi yaza bilərsən də. Buradan B-nin onsuz da 2'nin üstü 2, yəni 4 olacağını görürsən. Hə? Yəni. Amma B-nin kvadratını sən 2-nin üstü 3 kimi yazanmazsan. Əgər B naturaldırsa ha, buradan B alınacaq 2 kök altında 2. Baxın 2 kök altında 2 tam bu anlamasaz belə siz bir dənə qulaq asın. Bu irrasional ədəddir. Bizdən B-nin natural olması istəyir. Yəni aydındır ki, buradakı əgər cüt ədəddirsə, qabağındakı ədəd də cüt ədəd olmalıdır. Qüvvətdə. Başa düşdün? Yəni bu cüt ədəddirsə, 2-nin üstü 3 yox, 2-nin üstü 4 olmalıdır, 6 olmalıdır, bilmirəm. B-nin, yəni 5-in üstündəki də cüt ədəd olmalıdır. İkisi də cüt ədəd olmalıdır və onları cüt ədəd çevirəcək həmin bu A-dır. A-nı baxın, 2 vurulsun 5 kimi yazsam nə olacaq? 2 vurulsun 5 kimi. Çünki ən kiçik deyir axı. Məsələn, 2 bunu 4-ə yox, bunu 8-ə də, 12-yə də çatdıra bilərəm. 2-nin üstünə buradan. Məsələn, bunu 12-yə çatdırmaq istəsəm nə qoyacağam? Bura 9 qoyacağam. Bunlar ortaqdır, toplanılacaq da. Yəni tabanlar eyni olanda toplanır axı. 2-nin üstü 12 olacaq. 12 olacaq məsələn. Hə, düzdür. Buradan da B kvadrat nə olacaq? B 2-nin üstü 6 çıxacaq. Bizdən ən kiçiyidir. Yəni ola biləcək ən minimum ehtimalı fikirləşdir, okey? Onun üçün mən bunu belə fikirləşməyəcəm. Mənə lazım olan nədir? Minimum olan. Minimum olan nə olacaq? Minimum olan, bax 3-ü minimum hansı düz ədədə çatdırarsan, üstünə 1 gəlib 4 eləyərsən də. Yəni 2-nin üstü 1 qoyaq bura, hə? Üstünə 1 yazıram axı. 5-i minimum hansı düz ədədə çatdırarsan, 2-yə də. Yəni 5-in üstü 1 qoyarsan, okey? İndi nə ağarırıq? 2-nin üstü 3 vurulsun bunu yazıram. 5-in üstü 1. A-nın nə olduğunu dedim. 2-nin üstü 1 vurulsun 5-in üstü 1. İndi bu ədəd nə oldu? Bax 3 burada, 1 burada. Neçə oldu? 2-nin üstü 4 vurulsun 1 burada, 1 burada. 5-in üstü 2. Hə, artıq B kvadratını yaza bilərəm mən. B-ni nə yazıram burada? B. B 2'nin üstü 4 nedir? 16. 16 neyin kvadratı? 4'ün kvadratı. Bəs 25 neyin kvadratı? 5'in kvadratı. 4 olsun 5. B-nin 20 olduğunu tapdım. Bizdən nə istəyirdi? B ədədinin ən kiçik qiyməti 20. Amma ən böyük qiyməti sorsaydı tapa bilməzdi. Çünki A burada müsbət sonsuzluq, yəni istənilən ədəd ola bilər burada. Böyük bir ədəd. Okay? Yəni ümid edirəm ki, başa düşdünüz. Bir də üstündən keçirəm. Baxın, 40-ı mən parçaladım. 40-ı belə parçaladım. Hə, belə parçaladım. Və bunu A-ya vurdum. B kvadratı. Bunun üstü 2 olduğu üçün bunun da üstü 2 cüt olmalıdır. Cüt ədəd olmalıdır ki, oradan natural kök çıxsın. Başa düşdün? 3 də olar, 5 də olar, 15 də, 11 də olar. Amma bax, görsən cüt çıxmır. Natural ədəd çıxmır.